səhlədim, sanki Everest, mən olan yer zirvədim. Sənə bura hələ tez, ulduzlar köhnəlmi, nə də göydən yerə əmmi. Yaradıcılıq ölmür, çünki ışıqları sənmir. Salam əziz dostlar. Hoş gördük sizləri əziz tamaşaçılar. Nəhayət vaxt çatdı. Biz yenə sizin görüşünüzə gəldik. Bəli, yenə MTV telekanalının bu gözəl pavilyonundan bir-birindən istedadlı uşaqları təqdim etmək üçün sizlərin qarşısındayıq. Həmişə olduğu kimi bugün də həftənin birincisi, ikincisi, üçüncüsü elan olunacaq. Və təbii ki, mübarizə aparanlar, toxunulmazlar və dueldə olanlar da olacaq. Bəli, amma bütün bunlardan əvvəl bütün uşaqların sevimlisi Elşad əmini səhnəyə dəvət edək. Stresdə bir yandan, show biznesdə bir yandan, SOS, suallar presdə bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. Elşad əmi hər zaman baş sizin yanınızda olsun. Salamlayıram uşaqlar hər birinizi. Necəsiz? Bəs siz necəsiz? Hə. Açılışda yeganə iştirakçı Sevildi ki, mənə sırğa gətirib. Saxla, birazdan köməklik eləyərəm, ay Sevil. Hər vaxtımız xeyir olsun, əziz tamaşaçılar, hər bir kəsi salamlayıram. Ekran qarşısında əyləşən bütün izləyicilərimiz bu gün də çox maraqlı Azərbaycan İstedad Festivalı yarışmasında bir-birindən maraqlı iştirakçıları görəcəklər. Onların rəqsləri olacaq, mahnıları olacaq. Hələ burada idmançılarımız da var. Burada, necə deyərlər, muğam ifaçıları da var. Bura istedadlı uşaqların məkanıdır. Bura MTV kanalıdır və Azərbaycan İstedad Festivalı yarışmasıdır. Və mənimlə bərabər hər zaman olduğu kimi Hilal Qasımova və Ayxan Adgözəlov bərabər bir yerdə oluruq hər həftə. Bugün cümə günü artıq 30 uşaq mübarizədədir. Zeynəb, 30 uşaq mübarizədədir. Və bu gün də liderlər, bu gün də toxunulmazlar, bu gün də mübarizə aparanlar, qorxulu zonada olanlar və duelə düşənlər olacaq. Bugün dueldə 10 iştirakçı olacaq. 10 iştirakçıdan 5 iştirakçı qalacaq. 4 iştirakçı tərk eləyəcək. Mən birazdan duelə düşən iştirakçıların adlarını açıqlayacağam. Günün liderləri və burada dəb yarışmasının uşaqlarını da bir dənə alqışlayaq. Dəb yarışmasının uşaqları burada əyləşiblər. Birazdan onlara da söz verəcəm, təqdim eləyəcəm. Amma əvvəlcə günün liderlərini birinci yer, ikinci yer və üçüncü yerin sahibi. Bax bu kürsüdə əyləşən 3 lider iştirakçını dəvət eləyəcəm. Təbii ki bu qızılı kürsüdə əyləşən Marilyn Monroe kreslosunda əyləşən günün lideri birincisidir. İkinci və üçüncü bu kresloda əyləşəcək. Günün lideri kimdir? Kimdir? Bəli, Nilay Səvrəliyeva. Gəl Nilay, gəl yanıma. Hətta belə Nilayın videosu sosial şəbəkədə trenddədir. Bəli, Nilayın keçən həftə ifa elədiyi mahnı Vəfə Şərifovanı salamlayırıq onun repertuarından. Trenddə, TikTokda, kəşfətdədir. Nilay, təbrik edirəm. Bu gündə almışlar. Nilay Səvrəliyeva günün lideridir. Ne de güne yere emmi, yaratıcılık ölmür.
Hə, çünki işıqlar sönmür. Çünki burada çəkiliş gedir. İşıqlar niyə sönsün ki? İkinci yer kimdir? Səs vermədə dəyişikliklər olub. İkinci yerin sahibi Yusif Hüseynli. İkinci yer, bugünün ikincisi Yusif Hüseynli. Yusif Hüseynli. Günün ikincisi. Birazdan Yusuf'a da söz vereceğim. Yusuf əyləş. Əyləş bu gözəl kürsüdə, Marilyn Monroe kürsüsündə davam edirik. Bura çox maraqlıdır. Burada yaradıcılıq ölə bilməz. Buradakı uşaqların hər biri istedadlıdır. Hər biri şirin şəkərdir. Baxmayaraq ki, musiqi kəsilir, amma Sevil yenə də oynayır. Çünki onun istedadı o qədər aşıb daşır ki, musiqi dayananda da oynayır. Üçüncü kimdir uşaqlar? Bugün çox zəifsiz, tapa bilmirsiniz. Üçüncü Nurlana Nurəliyeva. Gəl Nurlana, gəl. Mənim Nurlana, alqışlar ürəkdən. Nurlana Nurəliyeva günün üçüncüsüdür. Bax bu, gümüşü tacı. Nurlana, buyur sən də əyləş. Birazdan sənə də söz verəcəm. İstəyərdim ki, Nilay Səbrəliyevanın gözəl bir ifası gəlsin. Nilay, bunu götürək. Nilay Səbrəliyevanın gözəl bir ifası gəlir. İfadan sonra Nilaya suallarım olacaq. Dərdimdən ölsə də razıdır xalımam. Sonunu bilsə də dönmür heç yolumam. Gözləri gözümdə, adım mən sözümdə. Bu bala boş gəl, olmaz heç özümdən. Dərdimdən ölsə də razıdır xalımam. Sonunu bilsə də dönmür heç yolumam. Gözləri gözümdə, adım mən sözümdə. Bu bala boş gəl, olmaz heç özümdən. Neynəsəm də getmir, oldum yanımdadır. Dəlidir, divanədir, eşq olun canımdadır. Mən elə sevir ki, elə bağlanır ki, deyir ağlam ürəyim, təkcə o xanımdadır. Deyir ağlam ürəyim, təkcə o xanımdadır. Git desem de olmur, kal desem de olmur. Sevmek deliridir, sevmesem de olmur. O güzel anları, huzurlu günleri silsem de alınmır, silmesem de olmur. Git desem de olmur, kal desem de olmur. Sevmek deliridir, sevmesem de olmur. O güzel anları, huzurlu günleri silsem de alınmır, silmesem de olmur. Neynəsəm də getmir, oldum yanımdadır. Dəlidir, divanədir, eşq olun canımdadır. Mən elə sevir ki, elə bağlanır ki, deyir ağlam ürəyim, təkcə o xanımdadır. Deyir ağlam ürəyim, təkcə o xanımdadır. Neynəsəm də getmir, oldum yanımdadır. Dəlidir, divanədir, eşq olun canımdadır. Mən elə sevir ki, elə bağlanır ki, deyir ağlam ürəyim, təkcə o xanımdadır. Deyir ağlam ürəyim, təkcə o xanımdadır. Deyir ağlam ürəyim, təkcə o xanımdadır.
gözəl Nilayımız, istedadlı Nilayımız keçən həftə TikTokda kəşfeti alt üst elədi və kəşfetdə oldu, trenddə oldu. Vəfa Şərifovanın repertuarından bir mahnı ifa eləmişdi və hal-hazırda 300 minə yaxın baxış gəlib Nilayın həmin ifasına və 100-dən çox insan video çəkiblər. Nilay, bu böyük uğurdur, bu layihənin uğurudur, bir dənə alqışlayaq. Nilay, deyəsən sən Elşadəmiyə hədiyyə gətirmisən. Doğrudan. Hə, Nilay? Nə yaxşı, uşaqlardan mənə hədiyyə gəlir. Nə yaxşı. Nə gətirmirsən, Nilay, budur? Deyəm, bir dənə, görək bir dənə, Məhəmməd. Görək nə gətirib, Nilay? Budur, Nilay? Hə, baxaq da indi bir dənə. Görək nədir bu? Evdə açacam, deməyəcəm sizə nədir. Yazıb, dəyərli Elşad bəy, sizi çox sevən... Verilişin sonunda. Nilay Səbrəliyeva, mən də sənə ölkənin tanınmış brendi olan, icazə versəm bir dənə göstərim, ölkənin tanınmış brendi olan Emə Parfüm şirkətinə, Hacı Murad qardaşıma sonsuz minnətdarlığımı bildirirəm ki, hər zaman bütün layihələrimdə mənimlə bərabər olur. Ekranda nömrəni görürsünüz. İstənilən, dünyada nə qədər ətir tanıyırsınızsa, istər qadın, istər kişi, ekrandakı nömrəyə zəng vurmaqla əldə edə bilərsiniz. Sifarişlər də var, çatdırılma da var. Bəli, özdə qalıcılığı superdir. Sənə bir dənə ətir vermişdilər, 7 ildir vurursan həmin ətiri. Bəli, Nilay. Və mikrofonu bir dənə Nilaya zəhmət olmasa. Nilay, sənə dəstək olan, bax, səni belə hazırlayan, giyindirən, keçindirən ən çox kimdir? SMS-lər verən. Ana. Anaya salam deyirsən buradan? Ana, səni salamlayıram. Ana səni salamlayıram. Can. Nilay Səbrəliyeva günün lideridir və Nilayın yenə bir hədiyyəsi var. Hilal bir dənə gətirir, zəhmət olmasa. By Mary, Design by Mary şirkəti, Design by Mary 87 ekranda Instagram səhifəsini görürsünüz. Bax, belə gözəl bir şokolad hazırlatdırıb uşaqlar. Çəkin zəhmət olmasa. Elşad, bizim niyə şaşınız yox? Nilay, bunun içindəki şokoladları yiyirsən, bax açıb göstərirəm. İçindəki şokoladları yiyirsən, bax bu var ha, üstündəki şəkil. Hə, onu da bax da, istəyirsən saxla, istəyirsən saxlama. Saxlayacaqsan? Oturun. Can, buyur. Bu da sənindir. Kömək elə. Ayxan, kömək elə. Hə, gəldik ikinci və üçüncü yerin sahibləri Nurlana və Yusif Hüseynli. Yusif, gəl yanıma. Alqışlayaq Yusifi. Yusif ikinci yerin sahibidir. Yusif Hüseynli bu günün ikincisidir. Yusif model kimi qoşulub bu layihəyə. Mikrofonu ver mənə zəhmət olmasa Hilal. Yusif Hüseynli, xoş gəlmişsən. Hoş bulduk. Yusif, necəsən? Yaxşıyam. Yusif, bugün ikincisən. Bəs nə vaxt birinci olacaqsan? Bilmirəm. Ən çox səs kim göndərir? Hamıdan. Hamıdan. Atanı çoxsa ananı, düzün dinən. Anamı. Fikir ver ya, ata səs göndər, amma deyir ananı çox istəyirəm. Hə. Sonra kimi çox istəyirsən? Nənə, baba, dayı, bibi. Ən Bibi. çox. Bibi? Aha, Yusif anasından sonra ən çox istədiyi insan bibisidir. Yusifi model kimi musiqi sədaları altında bir dənə görək. Yaraşır ha Yusifə. Hə, uşaqlar, Yusifə bu tac yaraşır. Hə? Yaraşır, bax, uşaqlar da təsdiqləyir. Evdə tək filmin başlayır. Hə? Evdə tək filmin. Evdə tək filmindəki uşaq oxşayır. Oxşayır, oxşamır. Oxşayır. Yusuf əyləş, bu Amma taxta birinciliyi əyləşməsən. tacı daha yaraşır. Birincilik tacı daha çox yaraşar. Nurlana Nurəliyeva alqışlayaq. Nurlana Nurəliyeva bizim gözəl balamız, istedadlı balamız. Nurlana Nurəliyeva hər həftə bizim üçün yeni çıxışlar eləyir. Amma bugün Nurlana bizim üçün şeir deyəcək deyəsən, hə? Əvvəlcə, şeirini sizin sonra danışarıq. Nurlana buyur, gəl mərkəzə.
Aha. Sakit, Nurlana xanım şeir deyəcək. Getdi. Atam işdən gələndə elə bir ki nur saçır. Anamın çövrəsində təbəssüm çiçəyi açır. Gülür bacım qardaşım. Atam işdən gələndə ən çox sevinən mənəm. Bravo! Nurlana Nurəliyeva. Nurlana Nurəliyeva bizim istedadlı balamız. Nurlana, sən bilirəm ki, çox fəalsan. Mənə çox istəyirsən, sən mənə keçən həftə bir məktub yazmısan, onu saxlamışam. Həmişə də saxlayacam. Nurlana ən çox buradan kimə salam göndərir? Kimlərin adını çəkəcək ki, onlar dəstək olsunlar Nurlanaya? Nənə, baba, salamla olar da. Süt nənəmdən, süt babamdan, Rafaildən, sənəmdən. Sələm, Rafael, nənənin adı nədir? Süt nənə, Süd nənə və babanın adı nədir? süt baba, Kim? süt baba. Süd baba. Süd baba, düz eşitdi. Hə? Nurlanaya birazdan da söz verəcəm. Bir dənə musiqi sədaları altında Nurlana. Nurlana'nın model kimi də görək. Bravo! Nurlana Nurəliyeva bizim bugünün üçüncüsü. Nurlana bu ilə əyləş qızım. Əyləş öz kürsündə. Birinci, ikinci, üçüncü yeri təqdim elədim. Emə parfümə minnətdarlıq bildirmiş isə Yusif Hüseynliyə də Emə parfümdən bir hədiyyə olmalıdır. Nurlana Nurəliyevaya da Emə parfümdən bir hədiyyə olmalıdır. Qaldı bir ətrimiz verilişin sonunda. Kim özünü yaxşı apararsa bu ətri ona verəcəm. Vəssalam. Gəldik toxunulmazlara, tam sakit. Günün toxunulmazı. Günün toxunulmazı. 7 iştirakçıdan birincisi. Səma Qasımzadəni alqışlayaq ürəkdən. Səma Qasımzadə. Toxunulmazların birincisi Səma Qasımzadə. Keçən həftədə günün üçüncüsüydü. Və Səma Qasımzadə gözəl ifaları ilə hər zaman görürsünüz ki, seçilir. Əziz dostum mahnısını oxuyub. Sonra hansı mahnını oxumuşdun Səma? Axtarma mənim mahnısını oxumuşdu Səma. Həm bu yarışmaya model kimi qoşulub, həm bu yarışmada müğənni kimi fəaliyyət göstərir. Ümumiyyətcə, gələcəkdə Şəxsən mən aparıcı ola Səmanın bilər. mahnılarını çox xoşlayıram. Aha, bizim Ayxan da, Mən də. Hilal da Səmaya azarkeşlik eləyir, bəyənirlər. Səma, buyur, mikrofonu verək sənə. Kimlərdən dəstək gözləyirsən? Mən sevən hər kəsdən. Aha, Səma onu sevən hər kəsdən dəstək gözləyir. Uşaqların hər birinin SMS kodunu ekranda görürsünüz və Səmanın gözəl ifasından sonra davam edəcəyik. Melodiya səhnədir, sanki Everest, melodiya zirvədir. Sənə bura hələ tez, ulduzlar köhnəlmir, nə də göydə yerə enmir. Yaradıcılıq ölmür, çünki ışıqlar sönmür. Suallar stressdə bir yandan, bütün gün stressdə bir yandan. Show biznesdə bir yandan, SOS. Suallar stressdə bir yandan, bütün gün stressdə bir yandan. Show biznesdə bir yandan, SOS.
səni bu musiqi, üzüntülər, kədər bitər, üzün gülər. Sevindirər səni bu musiqi, üzüntülər, kədər bitər, üzün gülər. Suallar fırsta bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. Suallar fırsta bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. SOS. Bravo! Səma Qasımzadə. Səma Qasımzadə toxunulmazlarda birincidir. Eşədəm olar bir söz deyim. Buyurun, buyurun. Mən Aygün Kazmavanı, Sakit. Sakit, sakit. Aha. bizim xalq artistimiz Aygün Kazmavanı mən çox xoşlayıram. Uşaqlıqdan da mən mahnılarına çox qulaq asıram. Mən istərdim ki, Aygün Kazmava ilə görüşüm və bizim İnşallah. və bizim verilişdə iştirak etsin. İnşallah. Alqışlayaq bir dənə. Səhnəmizin divası, Aygün estradamızın Kazımova. kraliçası, Respublikanın xalq artisti Aygün xanımı çox istəyirik. Buradakı bütün uşaqlar mən bilirəm onu çox istəyirlər. Və inşallah demirəm gələn həftəyə Allah qoysa Finalda. səsimizi eşidər Aygün xanım. Bizim hər hansı bir buraxılışımızda və yaxud da final günü Aygün xanımı dəvət edərik inşallah. İndi mən sizə sual verirəm. Aygün Kazımovanı çox istəyirsiniz? Bəli, Aygün xanımı Elşad hamı müəllim, çox istəyir. Aygün Kazmavanı çox istəməyən heç olar. Yoxdur, mən də tanımıram elə bir insan. Aha. Səmanı alqışlayaq, dəvət eləyək, əyləşsin. Hə, dostlar, davam eləyirik. Toxunulmazlardan birinci toxunulmaz Səma Qasımzadəni təqdim elədim. İndi bir-bir açıqlayacağım toxunulmazlarda kimlərdir, mübarizə aparanlar 5 nəfər kimdir, qorxulu zonada olan iştirakçı kimdir və dueldə olanlar kimlərdir. Toxunulmazlarda ikinci iştirakçımız alqışlayaq Xədicə Cabbarova. Xədicə Cabbarova. Toxunulmazlarda növbəti iştirakçımız Aysu İsrafilova. Alqışlayaq ürəkdən Aysu İsrafilova. Niyə alqışlamırsınız? Növbəti iştirakçımız toxunulmazlarda bu gün müəyyən səbəblərə görə gəlməyib, amma toxunulmazlardadır. Əsra Zahidova toxunulmazlardadır. Növbəti iştirakçımız Amin Hüseynli toxunulmazlardadır. Növbəti Zeynəb Əliyeva toxunulmazlardadır. Və sonuncu toxunulmaz iştirakçımız Amir Abbaszadədir. Onu da alqışlayaq. Mübarizə aparanlar 5 iştirakçı kimlərdir? Mübarizə aparanlardan 5 iştirakçı. Fidan Məmmədova alqışlayaq. Məlahət Əliyeva alqışlayaq, mübarizə aparanlardadır. Xədicə Balayeva alqışlayaq, toxunulmazlardadır. Əhəd Mirzəyev toxunulmazlarda da alqışlayaq. Və Sevil Şükürlü mübarizə aparanlardadır. Alqışlayaq Sevil Şükürlünün də. Qorxulu zonanın iştirakçıları. Qorxulu zonanın iştirakçıları. Fərid Əliyev, Məhəmməd Tağıyev, qorxulu zonanın iştirakçısıdır. Fidan Ağayeva, qorxulu zonanın iştirakçısıdır. Liliya Babazadə, qorxulu zonanın iştirakçısıdır. Və sonuncu qorxulu zonanın iştirakçısı Mirdavud Qasımzadə. Və dueldə olanlar, avtomatik duelə düşən iştirakçılarımız. Çiçək Ayvazova, dueldəsən. Səbirə Qurbanova, dueldədir. Rüqəyya Qurbanova, dueldədir. Mirvari Məmmədzadə, yaxından çəkin, dueldədir. Mirvari dueldədir. Jasmin Məmmədova, dueldədir. Yusif Mehrəli, Yusif dueldəsən. Gülnaz Nəbili, dueldəsən. İlayda Ayvazova, dueldəsən və Gülay Abidinova, dueldədir. Gülay Abidinova da dueldədir.
Hədicə Cabbarovanı ürəkdən alqışlayaq, dəvət eləyək yanımıza. Hədicə Cabbarova. Görünür ki, Bizim bugün istedadlı balamız. Gəl dur yanımda görüm. Aha. Biz aparıcı ola bilər ya bərabər. Bax, niyə də yox. Hilal Qasımova. Baxın diqqətlə. Hilal Qasımova bundan əvvəlki mənim layihəmdə, mənim balam istedadlı layihəsində birinci yer tutdu və hal-hazırda orada qazandığı o qızıl tacı boynundan taxıb. Baxın. Göstər. Həmin babu tac. Bax, orada göstər. Birinci yer tutmuşdu, ikinci yer Yusuf Şamilov idi, üçüncü yer Fatimə idi. Fatimə idi. Xədicə, xoş gəlmişsən. Xoş gördük. Bu giyimi görəndə ya İspan rəqsi, ya Qaraçı rəqsi. Mikrofonu verin zəhmət olmasa. İspan rəqsi. İspan rəqsi. Keçən həftədə ata mahnısını oxumusan. Neçə-neçə insanlar zəng vurub, hamısı kövrəliblər. Xədicə çox istedadlıdır. Xədicə hər zaman yeni-yeni çıxışlar eləmək istəyir. Hər dəfə də veriliş qutaranda deyir, Elşadan mən xoşlayıram ki, bir dəfə rəqs edeyim, bir dəfə mahnı oxuyum, bir dəfə model kimi çıxım. Belə iştirakçılara da ona görə dəstək olurlar. Ən çox dəstək verən kimdir sənə? Hər kəs, məni sevən hər kəsə, mən həmişə demişəm bura gələndən bəri, məni sevən hər kəsdən dəstək edirəm və çox sağ olsunlar, hamı edir. Bəli, hamı edir. Xədicə Cabbarovanı alqışlayaq və rəqsi gəlsin. Bravo Xədicə Cabbarova. Necə danışırsa, çıxışı ilə də onu subut eləyir. Uşaqlar, hər biriniz belə olun. Xədicəni alqışlayaq ürəkdən, dəvət ediyorlar. Toxunulmazlarda ikinci iştirakçımızdır. Toxunulmazlarda, növbəti toxunulmazlarda iştirakçı kimlərdir? Uşaqlar, bu sırada biraz fəal olun, sakit. Növbəti iştirakçımız Amin Hüseynlini ürəkdən alqışlayaq. Növbəti iştirakçımız Amindir, amma Aysun dəvət eləməliydim. Olsun Aysun, problem yoxdur. Rəqs edəcəkdin də, qoy rəqslər ard-arda olmasın. Amin, salam. Salam. Saçını kəstirmirsən, yoxsa mənə elə gəlir? Kəstirmişəm. Elə gəlir. Nə qəşəng görünürsən, bir dənə baxım sənə. O nağıl qəhrəmanlarına oxşayırsan, filmlərdə olur, nağıl qəhrəmanları. Amin, gəl qabağa görüm. Amin Hüseynli, toxunulmazlardasan. Bugün nə hazırlamısan? Mahnı. Nə mahnısı? Nadir Rüstəmlinin Lənətli şəhər. Nadir Rüstəmli, çox istedadlıdır, salamlayırıq. Nadir Rüstəmli, səhv eləmirəmsə, Səs Azərbaycanda qalib idi. Gəlsin, Amin Hüseynlinin gözəl ifası gəlir. Şeytan tükürəm məlləyin üzündə, amma lənətini gizlədirdi gözündə.
Efsunladı məni, aşık oldum ona bir anda. Necə oldu ki bunu heç görmədim özümdə. Get yolda uzaqdayam bil, bədirindən uzaqdayam. Güvənimi qırdım, parçaladın, eşitməyəcəm bir də yalan. Düşünmə artıq yandayam mən, öz ünvanındayam. Yeter məndən uzaqdayam. Sən bu şəhərin nələtsən, şəhər sən nələtləmsən. Sən bu şəhərin nələtsən, şəhər sən nələtləmsən. Bitməsini istəmirdim, sözüm kəsir istərimi. And olsun bu saf sevgimə, yoxluğun sarsıdır məni. Amma get yolda uzaqdayam bil, bədənindən uzaqdayam. Demişdim sənsiz yaşayan sus, sənə yoxdur zərrə inan. Bütün dostlarımı itirdim, sonundaşlığını gətirdim. Məni yıxdın, bitirdin, çıx get. Sən bu şəhərin lənətsən, sən bu şəhərin lənətsən. Buralar ruhunu itirmiş, sən bu şəhərin lənətsən. Hələ orada muğam bir ifası da oldu, hə? Muğam da dedin. Afərin sənə. Hə, Məhəmməd. Salam. Amil Hüseyinli dəstəkləmək istəyənlər, dostlar, SMS kodunu zəhmət olmasa bir dənə ekranda göstərin, dəstək ola bilərsiniz. Azərsel abunəçiləri 8701, 8710 və 8720-yə səs göndərməklə iştirakçıların hər birinin aktivinə səs göndərə bilərsiniz. Onların xalını artıra bilərsiniz. Alqışlayan Amil Hüseyinli dəvət edək. Əyləşsin və növbəti iştirakçımız çox vaxt itirmədən Aysu İsrafilovanı dəvət edirik. Niyə alqış yoxdur? Aysunu görürəm ki, burada alqışlamırsınız, ha, qızlar. Niyə zəif alqışlayırsınız? Araşdıracağım. Aysu, salam. Salam. Nətərsən qızım? Yaxşıyam. Aysu fəal iştirakçılardan biridir. Hər zamanda toxunulmazlarda olur, yerini qoruyub saxlayır. Bu dəfə də toxunulmazlardadır. Bugün maraqlı bir geyimdəsən. Aysu, nə hazırlamısan? Barbie. Barbie rəqsi. Keçən həftə bizdə səhv eləmirəmsə Lilya Babazadə oynamışdı o mahnını keçən həftə. Gəlsin görək Aysu necə oynayacaq. Barbie mahnısı gəlir. Baxaq. Hiya, Bobby. Hi, Ken. You wanna go for a ride? Sure, Ken. Jump in. I'm a Barbie girl in the Barbie world. Life in plastic, it's fantastic. You can brush my hair, undress me everywhere. Imagination, life is your creation. Come on, Barbie, let's go party.
bam bam, let's go bari. Bravo! Aysu İsrafilova Barbie mahnısı ilə rəqs elədi. Çox gözəl də rəqs elədin. Aysu, səni təbrik edirəm. Toxunmazlardasan və öz yerini qoruyub saxlayırsan. Alqışlayaq, dəvət eləyə əyləşsin. Aysu İsrafilova, toxunmazlar hələ qalıb. Toxunmazlarda hələ bizim Əliyeva Zeynəb balamız qalıb. Gəl Zeynəb, güzgümü də götür. Buna baxın, baxın, baxın. Aygün Kazımova kimi bu da güzgü gəlsir. Buna bax, bunun güzgüsünə bax. Bunun güzgüsünə baxsan, bunun güzgüsü cəmi 1,5 qramdır çəkisi. Güzgüyə bax hələ. Nətərsən? Ver mikrofonu görək. Deyir, yaxşıyam. Yaxşıyam. Zeynəb, nə hazırlamsan? Baxdım. Güzgüyəm. Bəli, Zeynəb Əliyeva. Zeynəb, buradan kimə salam göndərsən? Bir gün Hacı Baba'yı təbrik edirəm. Kimi? Hacı Babanın. Hacı babanı təbrik eləyir Zeynəb Əliyeva. Babası ona çox dəstəkdir. Biz də ekran vasitəsilə Ad salamlayırıq. Ad günüdür, alqışlayaq. Zeynəb Əliyevanın babasının, Hacı babasının ad günüdür. Biz də ürəkdən təbrik edirik. Allah can sağlığı versin və Zeynəb balamıza hər zaman dəstəkdir. İndi Zeynəbdən Tıx-Tıx xanım mahnısı, həmin o cizgi filmdəki mahnı gələcək. Gəlsin. Sürme çektim gözüme, düştüm çölün düzüne. Dost gezirem özüme, dost gel hardasan, tez gel hardasan. Tık 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 tık, dost gel hardasan, tez gel hardasan. Tık 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 tık. Baktım güzgüye, baktım özgeye. Qorxdum gözdəyə. Ah gözələmən, bax gözələmən. Tık 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 tık. Ah gözələmən, bax gözələmən. Tık 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 tık. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl hardasan, tez gəl hardasan. Tık 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 tık, dost gəl hardasan, tez gəl hardasan. Tık 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 tık. Çəməndə çiçək quşam, göydə kəpənə quşam. Suda balıq tək deyil, yuvada böcək quşam. Zeynəb Əliyeva, Zeynəb, təbrik edirəm. Özün də elə Tıx-Tıx xanım oxşayırsan, sənə deyim. Babaya da salam dedik buradan, təbrik elədi. İnanıram ki, səni biraz da yuxarı qaldırıb bu kürsüdə əyləşdirəcək. İstəyirsən burada əyləşmək? Ona görə baba etmək lazımdır ki, səs göndərsin sənə. Yaxşı, bir dəndən baba mənə səs göndər. Baba mənə səs göndər. Adı nədir babanın? Hacı Baba. Hacı Baba. Hacı Babaya buradan səslənir Zeynəb Əliyeva. Deyir, mən də bu kürsüdə əyləşmək istəyirəm. İnanırıq ki, dəstək olacaq. Zeynəb də burada əyləşəcək. Amir Abbassadəni dəvət eləmək istəyirəm bura. Amir Abbassadə. Amir məni o qədər çox istəyir ki, həftə 8, mən 9. Anası, atası zəng vurub deyirlər ki, biz bu uşağı yatıstıra bilmirik. Soruşuram, niyə? Deyir, yuxudan durur, qışqırır ki, eş adamı, eş adamı. Səhər də duranda, axşam da duranda Amir deyir ki, eş adamın yanına getmək istəyirəm. Keçən həftənin bilmirəm neçənci gün idi, zəng vurdu valideyni ki, şəhərdə gəzirik, bu səni istəyir. Hə? Hə. Mən nə qədər çox istəyirsən? Çox. Nə qədər? Göstər. 5 dəfə. Elə bu? Amir Abbaszadə, qardaşı da buradadır, Əmir Abbaszadə. Baxmayaraq ki, layihəni tərk edib, amma söz verib ki, layihənin sonuna qədər gəlib bu dekoru zadı dağıdacam, narahat olmayın. Burada nə varsa hamısını məhv eləyəcəm, hal-hazırda da oradadır. 3 mərtəbəli o tribunada qalxır, düşür. Amir, nətərsən? Yaxşı. Gör nə qədər çox istəyir ki, yapışın mənə buraxmır. Hə, Amir, kimdən ən çox dəstək gözləyirsən? Qardaşımla. Kimdən? Bir dəqiqə. Kimdən dəstək gözləyirsən? Kimdir o? Əmirdən dəstək gözləyir. Emirdən. Qardaşı Emirdən dəstək gözləyir.
Belə iştirakçılarımız da var ha. Nə anadan, nə atadan, qohum əqrabadan. Qardaşı Emir'in o qədər pulu var yəni. Nə qədər pulu var? 5 manat. 5 manatla sən heç bir turdan bir tura keçə bilməzsən. 10 səs edir, hə, 5 səs edir. Amir Abbaszadə yarışmaya model kimi qoşulub. Model! O model olar Amir'dən, baxın bir dənə. Olar. Ona görə də Amir Abbaszadəni musiqi sədaları altında bir dənə çıxışına baxaq. Amir Abbaszadə bizim dəyərli balamız toxunulmazlardadır. Təbrik edirik. Ver mikrofonu dəb yarışmasının iştirakçılarını bir dənə alqışlayaq, salamlayaq. Özünüzü təqdim eləyin. Hilal Qasımova, gəl bura, sən də o yarışmanın iştirakçısıydın. Keç, ora bir dənə zəhmət olmasa bir danışdır. Salam, mən Cabbarova Leyla, 12 yaşım var. Zəngil liseyin 6-cı sinif şagirdiyəm. Elşad əmiyə buradan təşəkkür edirəm ki, bizi bu layihəyə dəvət edib bugün. Çox sağ ol qızım. Və bütün iştirakçılara uğurlar arz edirəm. Çox sağ ol. Dəb yarışmasında iştirakçıydı bizim balamız, gözəl balamız və orada fəal iştirakçılardandır. Gələcəkdə inşallah aparıcı kimi də fəaliyyət göstərə bilər, aktrisa kimi də fəaliyyət göstərə bilər. Uğurlar arzu edirik. Hər zaman bu layihədə, mənim layihələrimdə qapı sizin üçün açıqdır. Biz dostumuz Acemi Style-da mən salamlayıram. Azər qardaşımızı bir dənə ürəkdən alqışlayaq. Biz bilirik ki, ölkənin yeganə insanı Azərdir ki, Acemi Style-dır ki, oranın akademiyasından yetişən uşaqlar bu dəqiqə səhnədə parlayırlar. Çünki o akademiyanın burada çox iştirakçıları var, hə? Akademiyadan qoşulanlar çoxdur məncə, Acemi Style-dan. Çoxdur burada uşaqlar, salamlayırıq. Siz də onlardan biri. Aha, növbəti iştirakçımız kim idi orada? Salam, mən Cabbarov Emir. Cabbarov Emin. Zəngil liseydə oxuyuram. 3-cü sinif Rus. Rus bölməsində. 3-cü sinif Rus bölməsində təhsil alırsan. Və Elşad əmiyə çox sağ deyirəm ki, məni dəvət elədi. Çox sağ ol mənim balam. Bizim borcumuzdur sizin kimi istedadlara, yaraşıqlı, şirin şəkər balalara yer ayıraq, onları hamı görsün. Allah bütün övladları qorusun inşallah. Xoş gəlmişsən sən də. Növbəti iştirakçımız kimdir? Məsumə balamız. Məsumə balamız maşallah 59 dənə medalla gəlib bura. Ay Məsumə, nə medallardır o? Gimnastika medalları. Gimnastika üzrə neçənci yerlərdir? Birinci yer var? Birinci yer, gümüş, qızıl. Ay maşallah, ürəkdən alqışlayaq. Bizim Xədicə Balayeva da gimnastika ilə məşğuldur ya. Bizim də yəni burada Azərbaycan İstedad Festivalında gimnastika üzrə məşğul olan balamız var. Məsumə bu günləri, Məsumə düzdür də, Məsumə balamız bu günləri həm də musiqi ilə gimnastik hərəkətlər. Aha. Gəlsin onu dəvət eləyək, bir dənə baxaq Məsuməyə. Gəlsin dəvət eləyək, baxaq bir dənə. Bu qədər medala sahib olmuşsansa bu yaşında, vallahi halal olsun sənə.
Məsumə əyləş, əyləş mənim balam, əyləş. Məsumə də çıxış elədi, keçdi kimə? Əhəd Mirzəyev ürəkdən alqışlayaq, dəvət edək yanımıza. Gəl yanıma Əhəd. Bizim istedadlı Əhəd Mirzəyev, baxın əlindəki qavala, yeganə iştirakçıdır ki, burada Çiçək Ayvazova gülür, bilməm nəyə gülür. Əhəd Mirzəyev çox istedadlıdır. Mən birinci gündən demişəm və inanıram ki, Azərbaycan, baxın, o show biznes deməzdim, incəsənətində öz mahnı ifaları ilə Azərbaycan incəsənətini təbliğ edən bir insan olacaq, xanəndə olacaq, müğənni olacaq. İndi mənim bu sözlərimdən sonra çıxış eləyəcək. Baxın, siz də qiymət verin, mübarizə aparanlar komandasındadır. Çox istəyir ki, hər zamanda da yaşadan mən yüksək pillələrdə olmaq istəyirəm. Xahiş edirəm, hamı mənə səs göndərsin. Ver mikrofonu, özü müraciət eləsin. Kimə müraciət eləyəcəksən, sənə səs göndərsin? Sevənlərdən daha çox səs gözləyirəm. Bəli, sevənlərdən səs gözləyir. Qardaşım Mirim Mirzəyev. Çox təəssüf ki, layihəni tərk elədi, onu da salamlayırıq. Gəlsin ifası Əhəd Mirzəyev. Araz qırağında nəğməli dillərdə axtararsınız. İlkbahar çağında, İsa bulağında, Araz qırağında, sonalı göllərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Gözələr gözəli vətəndir vətən, nə duman görəcək amalım nəçən. Gözələr gözəli vətəndir vətən, nə duman görəcək amalım nəçən. Məni kərvan kərvan mən alır süzən, aylarda illərdə axtararsınız. Məni kərvan kərvan mən alır süzən, aylarda illərdə axtararsınız. İlkbahar çağında, İsa bulağında, Araz qırağında, nəğməli dillərdə axtararsınız. İlkbahar çağında, İsa bulağında, Araz qırağında, sonalı göllərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız.
Əhəd Mirzəyev. Çox xahiş edirəm sizlərdən. Bax, bu Əhəd Mirzəyevə dəstək olun. Mən sənin istedadın qarşısında əriyib yox olub gedəcəm bu verilişdə. Əhəd, sənin doğrudan da istedadını o qədər çox bəyənirəm ki, sən Azərbaycanda doğrudan sözünü deyən bir xanəndə müğənni olacaqsan. Alqışlayaq Əhəd Mirzəyevi dəvət eləyək, əyləşsin. Davam edirik Mübarizə Aparanlar komandasında. Xədicə Balayevanı ürəkdən alqışlayaq. Bizim model, gimnast, gimnastika ilə də məşğuldur, məsumə biləsən. Mikrofonu ver Xədicə Balayevaya. Xədicə, səslər nəsə zəif gəlir. Mübarizə aparanlardasan, toxunmazlarda olurdun. Necəsən? Yaxşımsınız. Bu yaxınlarda səni bir serialda gördüm. Qonşu kanallardan gedən bir serialda. Təbrik edirəm. Mən demişdim, Xədicəm aktrisadır. Həm aparıcı kimi fəaliyyət göstərə bilər, həm gimnastika ilə məşğuldur, həm model kimi. Bax, eyni ilə Xədicələr istedadlı ol. Eyni ilə bizim Xədicə Cabbarova da elədi. İki Xədicəmiz var, ikisi də istedadlıdır. Alqışlayaq hər ikisini. Xədicə Balayeva və Xədicə Cabbarova. Xədicə, kimlərdən dəstək gəlir sənə ən çox? Deyəcək, anadan. Əvvəl də dediyim kimi, mənə sevən hər kəsdən. Anadan dəstək gəlir ən çox. Və bugün model kimi Xədicə Balayeva bizlərin qarşısında olacaq. Musiqi sədalar altında Xədicəyə baxırıq. Xədicə Balayeva Mübarizə Aparanlar komandasındadır. Dueldə deyil, qorxulu zonada deyil. Ona görə də təbrik edirik. Növbəti həftədə bizimlə bərabər olacaq. Və kimlərdən səs gözləyirsənsə, kimlərə salam göndərmək istəyirsənsə, məktəbə buyur, söz sənindir Xədicə. Məktəbimdən gözləyirəm, 156 nömrəli tam orta məktəbdə oxuyuram. Direktorumuz da Gülər İsmayılovadır. Aha, Gülər İsmayılova 154. 156. 156 sayılı tam orta məktəbi salamlayırıq. Gülər xanımı, direktoru salamlayırıq və bütün məktəbdən Xədicə Balayeva dəstək gözləyir. Ona dəstək olun. Azərbaycan İstedad Yarışması layihəsindədir MTV kanalında və o növbəti mərhələdə olan iştirakçılardan biridir. Uğurlar! Uğurlar arzu edirik və buyur əyləş. Xədicə Balayeva, buyur əyləş. Növbəti iştirakçılarımız kimlərdir? Mirvari Məmmədzadə, gəl yanıma. Mirvari Məmmədzadə, gəl yanıma. Sevil Şükürlü, gəl yanıma, Sevil. Sevil Şükürlü, gəl yanıma. Sonra bizim burada model iştirakçılarımız kimdir? Yusif Mehrəli, gəl yanıma. Sonra kim var burada? Fidan Ağayeva, gəl yanıma. Məvahət gəlsin yanıma. Jasmin gəlsin. Rüqəyyə gəlsin. Mirdavud gəlsin. Səbirə gəlsin. Sonra İlayda ifa eləyəcək, Liliya ifa eləyəcək, Çiçək ifa eləyəcək. Gülay. Şeir deyəcəksən. Aha. Hə, model kimi bu günləri kimlərdir? Kimlərdir? Səbirə və Rüqəyya dueldədir. Mirvari Məmmədzadə. Dueldəsən qızım? Kim? Jasmin mahnı oxuyacaqsan, əyləş onda. Jasmin mahnı oxuyacaq. Dueldə olan iştirakçılarımız Çiçək Ayvazova dueldədir. Səbirə Qurbanova, Rüqəyyə Qurbanova, Mirvari Məmmədzadə dueldədir. Jasmin dueldədir, Yusif Mehrəl dueldədir, Gülnaz Nəbili dueldədir. İlayda və Gülay Abdinova dueldədir. Amma burada çağırdığım iştirakçıların hər biri model kimidir deyəsən, hə? Hidan Ağayevanı ürəkdən alqışlayaq. Ver mikrofonu mənə, ver zəhmət olmasa. Fidan Ağayeva. Normaldır, normalda gəlirsən. Mübarizə aparanlardasan. Aha. Qorxulu zonada? Bəli. Qorxuzdur nə məni? Fidan Ağayeva, qorxulu zonanın iştirakçılarındansan. Amma narahat olma. Bugün tam sakit. Bugün birinciyə kimisə xilas eləmək, ikinciyə kimisə yerini dəyişdirmək olmayacaq. Niyə? Duelə kimlər düşübsə, 5 nəfər qalacaq, 4 nəfər gedəcək. Bax, biləsiz, sonda stop deyəndə. Fidan Ağayeva, qorxulu zonadasan, amma narahat olma. Sənə kimlər dəstək olur, qızım? Salamla həmin insanları. Bibilərim, nənəm, anam, hamı. Aha, biz də salamlayırıq. Çox sağ olun. Fidan Ağayeva model kimi bu yarışmaya qatılıb. Birazdan onu görəcəyik musiqi sədaları altında. Növbəti iştirakçımız Yusif Mehrəli. Yusif,
Götür mikrofon zəhmət olmasa. Xoş gəlmişsən. Model kimi yarışmaya qatılıb. Dueldədir Yusif Mehrəli. Aha, Yusif. Nilay Mehrəli ikinci qrupdaydı. Çox təəssüf ki, layihəni tərk elədi. Bugün bizimlə bərabərdir. Gəl sən də burada Nilay. Alqışlayaq Nilayı da. Bizim balaca şirin balamız bu yaxınlarda xəstələnmişdi, amma şükür Allaha ki, yaxşılaşdı. Bugün bizim yanımızdadır və bugün onu model kimi də görəcəksiniz burada. Yusuf, kimdən dəstək gözləyirsən? Bazı əgər tərk edibsə, sən qalmalısan finala qədər. Hə? Anamdan, bir də atamdan. Anadan və atadan dəstək gözləyir Yusuf Mehrəli. Növbəti iştirakçımız Sevil Şükürlü, ən çox rəqs eləyən, ən çox danışan bizim iştirakçımız Sevil Şükürlü. Sevil, nətərsən? Yaxşıyam. Sevil, sənə ən çox kim dəstək olur? Atam. Ora bax qızım. Xalamla, bibi. Xala, ata, ana, sonra kim? Sıramda nənələrim, babalarım. Nənələri, babaları, hər birini salamlayırıq. Sevil də bu yarışmaya model kimi qoşulub. Amma baxmayaraq ki, burada rəqqas və rəqqasələr var. Sevil onlardan çox rəqs edir. Növbəti iştirakçımız kimdir? Məlahət Əliyeva. Məlahət, ora bax qızım, ora bax. Məlahət, sənə kim dəstək olur? Ana, ata? Ata-ana. Ata-ana dəstək olur, hə sənə? Məlahət, sənin neçə yaşın var? Ora bax qızım, ora bax, ora bax. 3. Neçə yaşın var? 3. 3 yaşı var. Məlahət də bugün bizim hansı pillədədir? Məlahət Əliyeva. Bir dənə üzr istəyirəm, baxım. Məlahət Əliyeva mübarizə aparanlar komandasındadır. Maşallah olsun, dəstəyi var Məlahət Əliyevanın. Məlahət də indi birazdan musiqi sədaları altında mahnı ilə görəcəyik. Mirvari Məmmədzadəni ürəkdən alqışlayaq. Mirvari Məmmədzadə çox sakit, qanacaqlı, tərbiyəli, şirin balamız. Çox təəssüf olsun ki, bugün dueldədir. Dueldədir və Mirvari, buyur. Kimlərdən dəstək gözləyirsən? Əmimdən, dayımdan. Əmidən, dayıdan dəstək gözləyir. Və neçə həftə idi ki, sən yaxşı gəlirdin, birdən-birə duelə düşdün. Ona görə səs göndərmək lazımdır. Mirvari, birbaşa ünvanla ən çox kimdən dəstək gözləyirsən? Dueldəsən. Mikrofonu yaxındır. Aha, kimdən? Məni tanıyan hər kəsdən. Məni tanıyan deyir hər kəsdən dəstək gözləyirəm Mirvari Məmmədzadə. Alqışlar Mirvarində. Uşaqlar, tam sakit. Növbəti iştirakçılarımız Səbirə Qurbanova və Rüqəyyə Qurbanova. İki bacılar. İkisi də dueldədir. Səbirə və Rüqəyyə, kimdən dəstək gözləyirsiniz? Kimdən? Ora baxın, ora baxın. Kimdən dəstək gözləyirsiniz? Hamından. Hamıdan dəstək gözləyir Səbirə, hə? Rüqəyyə, sizi səhv salıram, əkiz bacısı səhv salıram. Bəs Səbirə kimdən dəstək gözləyir? Hamısında. Hamıdan dəstək gözləyir Səbirə. Dueldədirlər, inşallah xilas olarlar. 9 nəfərdən 4 iştirakçı gedəcək, 5 iştirakçı qalacaq. Və mənim yanımda Azərbaycan İstedad Festivalının Brad Pitti, Leonardo DiCaprio'su, sonra kim? Matt Damon'ı. Justin Bieber, yox, Justin Bieber yox, elə Brad Pitt'lə Matt Damon, sonra kim? Leonardo DiCaprio yaxşıdır. Mirdavud Qasımzadə. Nətərsən Mirdavud? Yaxşıyam, çox sağ ol. Yaxından çəkin bu bizim balamızı, yaraşıqlı balamızı. Saçını qabağa eləmə, arxaya elə. Sənə demişəm ki, saçını arxaya elə. Alnını bağlama. Məndən 5 betər. Mən saçımı az kəstirirəm ki, saçım tökülməsin. 53 yaşım var. Hə, Mirdavud, neçənci sıradasan? Qorxulu zonadasan. Yavaş-yavaş geriliyirsən. Kimə arxayınsan, mən bilmirəm. Cənublusan, sən cənublara bir dənə səslən, sənə bir dənə dəstək olsunlar. Bütün Talaş qardaşlarıma hamısını. Bura dinə. Bütün Talaş qardaşlarıma hamısını. Hamısından səs gözləyirəm. Bütün Talış qardaşlarından, bütün Mirdavuda dəstək olan insanlara üstü deyir ki, bütün cənub zonası Salyandan, Neftçaladan tutmuş, üzü Astaraya kimi, Lənkəran, birinci bazar, böyük bazar, kiçik bazar, Masallı, Lerik, Cəllabat, Neftçala, Salyan, Biləsuvar, Astara, yardımlı hər birindən Azərbaycanın istənilən regionundan Mirdavud sizlərdən dəstək gözləyir. Tam sakit uşaqların musiqi sədaları altında bir-bir model kimi çıxışlarını izləyək. Ver musiqini. Gəlin arxaya uşaqlar. Gəlin arxaya. Bir-bir mən dediyizə gedirsiniz. Aha, gəlin. Ver musiqini.
Bravo, bravo, bravo. Əyləşin uşaqlar, əyləşin, alqışla qəlbini. Və növbəti iştirakçımız kimdir? Növbəti iştirakçımız Məhəmməd Tağıyev alqışlayaq. Məhəmməd, xoş gəlmişsən. Keçən həftə dueldeydin, dueldən elə çıxdın ki, duelə düşdün yoxsa düşmədin? Hansı zonadasan səncə? Təhlükəli zonadadır, bəli, Məhəmməd Tağıyev. Bugün Məhəmmədin qardaşı da burada. Gəl yanıma mənim balam. Gəl yanıma. Adı nədir? Rəsul. Gəl yanıma Rəsul. Rəsul, nətərsən? Adı Rəsuldur. Neçə yaşın var? 6. 6 yaşı var. Sən də Məhəmməd kimi rəqs edə bilirsən? Hə. Rəqs edə bilirsən, hə? Hə. Bəs dedilər, sən kim boksla məşğulsan? Məhəllədə bazı uşaqları döyürsən. Düzdür? Yox. Düzdür? Deyirəm də. Alqışlayaq Rəsulu da. Məhəmməd Tağıyev nə rəqs edəcək? Deyirsən, bilmirəm. Aha, rəqsi gələcək Məhəmməd Tağıyev. Məhəmməd, səsdən sənə kimlər dəstək olsunlar? Qorxulu zonada olmaq elə bilirsən yaxşıdır. Kimlərdən dəstək gözləyirsən? İsmail rayonu Baskal kəndim öz kəndimdən Baskallılardan səs gözləyirəm. Gör hansı regiondansan sən? Mənim ən sevdiyim region İsmaillı. Hər il bir dəfə, 2 dəfə gedməsəm ora ürəyim partlayar. İnşallah bir həftə sonra yenə oradayam. Ən çox da Lahıc. Lahıcı heç yana dəyişmərəm. Lahıc. Ora ildə bir dəfə mən gedməsəm ürəyim dayanar. Gedib o dağları görməsəm, oranı gəzməsəm, mən rahat otura bilmərəm. Sən elə müraciət eləməlisən ki, bu dəqiqə səni hamı, Qəbələ, İsmaillı, Şəki, Qax, bütün Azərbaycan dəstək olmalıdır. Ona görə də qəşən bir dənə rəqs elə bizim üçün. Alqışlayaq Məhəmməd Tağıyevi.
Məhəmməd Tağıyev. Məhəmməd, əyləş, supersən. Məhəmməd Liya Tağıyev. Babazadə. Bəli, növbəti iştirakçımız kimdir Ayxan? Liya Babazadə. Bəli, alqışlayaq, dəvət eləyək Liliya Babazadəni. Onun da gözəl bir rəqsi olacaq, səhv eləmirəmsə. Hə, Liliya? Rəqsi olacaq. Liliyanın rəqsinə verin, rəqsi gəlsin, çox vaxt itirməyək, o bir uşaqlar da çıxış eləməlidir. Rəqsi gəlsin, sonra söhbət edəcəyik. Liliya Babazadə, alqışlayaq Liliyanı da. Vaxt itirməyib, Çiçək Ayvazovanı dəvət eləmək istəyirik alqışlarınızla. Çiçək Ayvazova. Elmin, ver 2 ifa qalıb bundan sonra, söz. Bayanlar, baylar, gösteri birazdan başlar. Sahnede bir yıldız var, oyunculukla aldı Oscar. Kendisi sivri biri, dengesiz ama sihirli. Baktı mı kalırsın onda, aklında patlar bir bomba. Ve bir dilimiz var da bu konuşuyoruz burada. O şimdi Cinderella, özünde Cinderella. Kararlı ama zararlı, hep atayla bir
yaşıyoruz burada. O şimdi Cinderella, özünde Cinderella. Kararlı ama zararlı, hep atayla bir muamma. Yüzünde maskesiyle gülümsüyor hafifçe. Kıskanırdı görsem Mona Lisa. O şimdi Cinderella, özünde Cinderella. Kararlı ama zararlı, hep atayla bir muamma. Yüzünde maskesiyle gülümsüyor hafifçe. Kıskanırdı görsem Mona Lisa. Bravo! Çiçek Ayvazova, əyləşməyin uşaqlar, əyləşməyin. Sonunda Gülnaz Nəbili'dən. Gülnaz Nəbili'nin ifası gəlir və mən bu dəqiqələrə dueldə olan 9 iştirakçına stop deyirəm. Xallar hesablanır. Gülnaz Nəbili'nin ifasından sonra diqqət ekrana. 9 iştirakçıdan yalnız 5 iştirakçı qalacaq. 4 iştirakçı isə verilişimizi tərk edəcək. Sonda öz stilistimə görə bir dənə uşaqlar adını çəkək onun. Canım ay Ceko. Ceko, bir dənə deyin Ceko. Ceko'nu ürəkdən alqışlayaq. Ekranda nömrəni görürsünüz. Mənim stilistim, bərbərim Ceko'ya minnətdarlığımı bildirirəm. Bu gözəl kürsülərə görə Əhməd Rəcəbli ünvanında yerləşən Okumuş Mobilyaya minnətdarlığımı bildirirəm. Eme parfümə, Turpun nağılında deyəcəm, Eme parfümə minnətdarlığımı bildirirəm. Və bu həftənin, üzümüzə gələn həftədə casting olacaq, Turpun nağılı casting olacaq. Orada yazdıra bilərsiniz övladlarınızın adını. Bəli. Və Gülnaz Nəbili'dən ifa gəlir, diqqət ekrana deyəcəm və 9 iştirakçıdan 5 iştirakçı layihədə qalacaq, 4 iştirakçı tərk edəcək. Gülnaz Nəbili'nin ifası gəlir. Kedi gireceğine aramıza, seni şöyle alalım otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Olsun varsın seveni çok, önüme geçmeyen arzın ateşi çok. Sana bir arıza lazım bu gecelik, yüz yüze bakışalım hangimiz platonik. Olsun varsın seveni çok, önüme geçmeyen arzın ateşi çok. Sana bir arıza lazım bu gecelik, yüz yüze bakışalım hangimiz fotojenik. Kara kedi gireceğine aramıza, seni şöyle alalım otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Kara kedi gireceğine aramıza, seni şöyle alalım otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Canım acı olmadı yemedi sözüm, acımasız olalım hadi gel iki gözüm. Bu da çözüm olmadı can acısına, seni öne yazalım yürek atılmasına. Olmadı bitmedi fikası, havalı zor beni zirvede tanıması. Yüreği aynı onun gibi deli ziya, yüz yüze konuşalım kapalı kapı cihaz. Olsun varsın seveni çok, önüme geçmeyen arzın ateşi çok. Sana bir arıza lazım bu gecelik, yüz yüze bakışalım hangimiz fotojenik. Kara kedi gireceğine aramıza, seni şöyle alalım otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Kara kedi gireceğine aramıza, seni şöyle alalım otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli.
Bana bir arıza lazım bu gecelik. Yüz yüze bakışalım hangimiz fotojenik.